Salam, bugün sizə 7-ci sinif biologiyadan 6.3 su və quru ekosistemlərində qida şəbəkələri mövzusunun və çalışmalarının izahını verəcəm. Hansı su və quru ekosistemlərini tanıyırsınız? Su ekosistemlərinə misal olaraq çayları, gölləri, gölməçələri, su anbarlarını, dənizi, okeanları misal göstərmək olar. Quru ekosistemlərinə isə meşəni, çölü, səhranı misal göstərmək olar. Su və quru ekosistemlərinin hansı oxşar və fərqli cəhətləri var? Oxşar cəhətlərinə misal olaraq hər ikisində biotik və abiotik amillər olur. Yəni həm canlı, həm cansız amillər olur. Digər oxşar bir cəhətinə məsələn hər ikisində qida şəbəkəsi olur. Fərqli cəhətə misal olaraq göstərə bilərik ki, su və quru ekosistemlərində yaşayan orqanizmlər bir-birindən fərqlənir. Su ekosistemini biz duzluluğa görə, suyun duzluluğuna görə iki qrupa bölürük. Dəniz və şirin su ekosistemi. Dəniz ekosisteminə okeanları, dənizləri misal göstərmək olar. Şirin su ekosisteminə isə gölməçəni, gölü, su anbarını və çayları misal göstərmək olar. İndi bu şəkli burada diqqət yetirin. Burada şəklə diqqət yetirən zaman müşahidə edirik ki, sahil zonasının sıxlaşması, səth zonasının sıxlaşması və bentik zona verilmişdir. Sahil zonasının sıxlaşmasına hansı orqanizmlər aiddir? Qurbağa, çısbağa, göl ilbizi, üzərböcək, xanı balığı aiddir. Bəs bentik zonanın bentik zonaya nə aiddir burada? Şəklə diqqətlə baxaq. Bentik zona isə aiddir anodonta. Bentik yəni dibdə yaşayan orqanizm. Anodontanın yaşayış sahəsi də buradır. Anodonta bentik orqanizmdir. Gələk indi səth zonasında yaşayanlara. Səthdə yaşayanlar hansıdır? Ördək, planktonlar, qunduz və s. Su ekosistemində şəraitdən asılı olaraq yaşayan canlılar hövzənin həyat üçün, öz həyatı üçün daha əlverişli olan hissəsində məskunlaşır. Məsələn, eləsi var, müşahidə etdik, bir var səth zonasında yaşayan, bir də var məsələn bentik zonada yaşayan. Baxır canlının həyatı hansı şəraitdə daha əlverişli olur. Dayaz olduğuna görə hövzənin sahilə yaxın hissəsində, sahil zonasına baxın, sahil zonası burada verilib. Su günəş şüalarının təsirindən daha yaxşı işlənir. Günəş şüaları suyun dib hissəsinə çata bildiyi üçün su bitkiləri də burada yaxşı inkişaf edir. Həmçinin küləyin təsiri ilə də burada su qatları oksigenlə zənginləşir. Biz plankton orqanizmlərin adını çəkdik. Nədir plankton orqanizmlər? İlk öncə şəkilə baxaq. Burada plankton orqanizmlər verilmişdir. Plankton orqanizmlər səth zonasının sıxlaşmasına aiddir. Ümumiyyətlə plankton orqanizmlər suda asılı halda yaşayır. Suda asılı halda yaşayır və suyun axını ilə hərəkət edir plankton orqanizmlər. Bir də var, məsələn, bentos canlılar. Biz bentos canlıya burada bentik zona yazılıb. Bentik zonaya hansı orqanizmə aid etdik? Anodontanı aid etdik. Suyun dib hissəsində yaşamağa uyğunlaşmış canlılar bentos canlılardır. Bir də var nekton orqanizmlər. Nədir nekton orqanizmlər? Bura baxın. Nekton orqanizmlər ikitaylı molluskalar, dəniz ulduzları, dib balıqlar, bəzi qurda bentosdur. Bəs nekton nədir? Nekton isə məsələn əksər balıqlardır, dəniz məməlilərdir, kalmardır. Yəni suda fəal olaraq üzən orqanizmlər. Suda fəal olaraq üzən orqanizmlər nekton adlanır. Deməli, plankton suda asılı halda qalır və suyun axını ilə hərəkət edir plankton. Bəs bentos nə oldu? Suyun dibində yaşayan. Bura nəyə aid etdik biz? İkitaylı molluskanı, dib balıqlarını misal göstərdik. Bir də var nekton. Suda fəal üzürsə artıq nekton orqanizmə aiddir həmin orqanizm. İndi isə gələk, düşün, müzakirə et, paylaş hissəsinə. Deyir ki, okeanda suyun dərin qatlarına getdikcə canlıların müxtəlifliyinin artdığını söyləmək olarmı? Bəli, söyləmək olar. Quru ekosisteminə baxaq. Enli yarpaqlı meşə, tropik meşə, çöl, səhra, eni yarpaqlı meşə quru ekosisteminə aiddir. Şəkildə diqqət yetirək, enli yarpaqlı meşənin ekosistemi verilib şəkildə bizə və deyir ki, meşə ekosistemində ümumiyyətlə bitkilər yaruslarla yerləşir. Yaruslarla, yəni mərhələli şəkildə, mərtəbələrlə deməli yerləşir. Nəyə görə bəs mərtəbələrlə yerləşir? Çünki belə deyək, işığa, istiliyə, torpağa olan tələbat müxtəlifdir.
Müxtəlif yarıçılarda ətraf mühit şəraitinin eyni olmaması canlıların həyat keyfiyyətinə təsir göstərir. Ümumiyyətlə, eyni yarpaqlı meşə ekosisteminə baxaq, diqqət yetirək. Burada üst yarısı nə təşkil edir? Hündür ağaclar təşkil edir. Bəs orta yarısı nə təşkil edir? Kollar təşkil edir. Bəs ən aşağı yarısı nə təşkil edir? Ot bitkiləri təşkil etmiş olur. Adətən sincabdır, dələdir, quşdur, ağac və kollarda dovşan, baxın, dovşandır, sonra tülküdür, kirpidir, siçandır. Tülkü də burada verilmişdir şəkilə baxın. Boğumayaqlar torpağın üstündə və ya altında məskunlaşır. Meşədə torpağa tökülmüş bitki yarpaqları, qurumuş budaq və gövdələrin çürüntüsündən meşə döşənəyi əmələ gəlir. Meşə döşənəyinə rütubət yaxşı hopur. Redusent orqanizmlər meşə döşənəyi hesabını yaşayır və üzvü maddələri minerallaşdırmaqda böyük əhəmiyyətə malikdir. Keçən indi öyrəndiklərinizi tətbiq edinin çalışmalarının izahını verək. Baxaq, birinci çalışmada bizə nə deyir? Su ekosistemlərinə aid şəkildə rəqəmlərlə verilmiş canlıları nekton, plankton və bentos olaraq qruplaşdırın. Qruplaşdıraq. Baş hərflərini yazaq, nömrələri də yazarıq altdan. Nekton, plankton və bir də bentos. Nekton nə idi? Suda fəal üzən. Burada baxaq şəklə. Suda fəal üzən hansıdır? Delfindir, balinadır, daha sonra balıqdır, suda fəal üzür, bir də tısbağadır. 2, 5, 6, 7. Aid oldu nəyə? Nekton orqanizmlərə. Daha sonra bizdən planktonu istəyir. Plankton nə idi? Suyun axını ilə hərəkət edən mikroskopik canlılar adlanır. Planktonlar. Şəklə diqqət yetirək. Baxaq, planktonlar hardadır? 6-ya baxın, planktondur. Daha sonra bir də meduza. 4-ə baxın, 4-də meduza verilmişdir. Meduza da planktondur. Suda asılı vəziyyətdə olur və suyun axını ilə hərəkət edir. Deməli, oldu 4 və 6. Planktona aid oldu 4 və 6. Bir də gəlir bentos. Bentos nə idi? Suyun dibində yaşayanlar. Suyun dibində yaşayanlara bura aiddir nə? Xərçəng, dəniz atı, sualtı bitkilər, daha sonra dəniz yosunları, dəniz anemonu, malyuskalar, dəniz kirpiləri, dəniz ulduzu, qırmızı xərçəng. Yəni, yerdə qalan nömrələr aid olacaq bentosa. Yerdə qalan nömrələri yazaq. 1, 3, 8, 9, 10, 11, 12, 13 və 14 aid oldu bentos orqanizmlərə. Keçək indi müzakirə edinə baxaq. Nə deyir müzakirə edinə? Bu canlılar arasında hansı qida əlaqələri mövcuddur? Məsələn, deməli, bitkilərdən baxaq, 8-dir. Bitkilərdən daha sonra birincili istehsalçılardır. Məsələn, 8, məsələn, baxın, bitki verilib burada. Birincili istehsalçılardır. Daha sonra onlar plankton və bəzi bentos canlıları yeyir. Məsələn, 12 məsələn, dəniz kirpisidir. Dəniz kirpisi yeyir onları. Daha sonra, məsələn, meduza 4-cü rəqəmlə verilən, balıq 6 ilə verilən, delfin 2-ci nömrə ilə verilən və balina 5-ci nömrə ilə verilən bu canlılarla qidalanan yırtıcılardır. Belə bir qida zənciri yarada bilərik biz. Bitki, plankton, balıq və delfin. Belə bir qida zənciri yarada bilərik bunlar arasında. Qida zəncirində ilk halqanı nə təşkil edir? İlk halqanı təşkil edən də nədir qida zəncirində? Bitkilərdir və yaxud da yosunlardır, biricələri yosunlar. Daha sonra öyrəndiklərinizi yoxlayına baxaq. Öyrəndiklərinizi yoxlayın da nə istəyir bizdən? Nəyə görə deyir ki, su ekosistemlərində sahilə yaxın hissə canlıların yaşaması üçün daha əlverişlidir? Fikrinizi əsaslandırın. Çünki sahilə yaxın hissədə günəş şüası suyun dibinə qədər çatır. Bu da bitkilərin fotosintezini və qida zəncirinin başlamasını təmin edir. 2-yə baxaq, meşə ekosistemlərində bitkilərin yaruslarla yerləşməsinin səbəbi nədir?
Günəş işığını bərabər paylanmamasıdır. Çünki ağaclar yuxarıda daha çox işıq alır, kol və otlar isə daha az işıq almış olur. 3. Şirin su ekosistemlərini seçin. Burada dənizdir, okeandır, bunlar duzlu su ekosistemləridir. Tundradır, savannadır, quru ekosistemləridir. 5-nin 6 isə şirin su ekosistemlərinə aiddir. Olacaq burada cavabımız 5 və 6. Bugünkü izahımız bura qədər. Kanalıma dəstək olmağı unutmayın.